Bugün Minecraft Hardcore 2-ci bölümdən qarşınızdayım. Bilmirəm qeydə almışam oyunu. Bilmirəm qeydə alıram, məgər şeydir. Öyle boş danışmışam bayaqdan. Elə belə boş elə bir şey. Nəysə. Bu bölüm yəni bir damcı kasılacam da yəni. 2 saat nə bilim bakır, nə bilim dəmir zat. Nə gəldi kasacam. Ne var ne yok buralarda. Kızdı. Aha çölmüş. Qəşəng. Kanala like atıb abunə olsanız sevinərəm. Kanala like atmaq, bəli. Videoya like atıb kanala abunə olsanız sevinərəm. Keşke bu şey olmasaydı. Beta sürümünə çox hesab oluram. Əslində ayarlardan düzəltmək olur şeyi. Game moddakı şeydir. Gec qırır axı bloku, yəni 2 dəfə vurur elə qırır da. O ayarlardan düzəltdim. Most game modu çox almıram. Çünki hardcore'dur bu. Olmur game modu almaq. Neyse, görək də nə var ətrafda. Kömürdən başqa nəsə yoxdur. Oy. Bir də arada bir də ona bilər. O çox üzr istəyirəm. Telefon o dərəcədə güclü deyildi. Yəni pul yığıb təzə telefon almağı düşünürəm özümə. O da heç axotum yoxdur yığmağa. Bunun məktəbi var, yol pulu var, nə bilim. Neysə, boş verin. Deməli bir dənə dayıyla davam düşüb. Nə üstündə? Deməli şey almışam. Çörək deyirəm. Saqqız almışam. Saqqız da 10 qəpiklik saqqızdan. Mən fikir verməmişəm. 20 qəpik vardı. 20 qəpiyin hamısını götürüb qaytarmayıb pulu. Sonra gördüm ki, mənim əlimdə 10 qəpik olmalıydı axı. Getdim dedim dayı xeyir ol. Siz xəbər verəmişsiniz belə. Oy, dayı mənə bir dənə baxır. Ki, ermənisi adam. Deyir ki, sən 2 dənə götürdün. Mən dedim bir dənə götürmüşəm. Sizə baxın. Neysə, daxil belə hay həşir saldım. Əslində normalda 10 qəpiyim belə şeyini salmıram mən. Davasını çıxarmıram ama nə bilim. Ya adam bir şey deyər də, yəni xatırladar da. Bir də mən nə bilim. Neysə, boş verin. Yəni bu şəkildə özünü bizə tanıtdı da o dayı. Dayı deməyimə baxmayın, baba da deyirləri. Baba demək olar, yəni qoca kişidir. Indi məndən ağıllıdır. Sırt məndən ağıllıdır. IQ, bir də önce IQ yarışması eləsək birinci mi olaram? Çünki qocaların ağıllı şeydir. Qocalaşdıqca insan bütün bilgiləri. Oy! Ölüm! Yok. Yok. Səni bilirdim də belə olacaq. Neyse, hardcore'umuz burada kurtardı. Çok üzr istəyirəm. Bir baxdan Allah bəlasını verməzdi. Bilirdim də belə olacaq. Hamısı da creeper'ın səhəfi. Uy, dönmər var ola. Neyse, təzə hardcore şey açaram. Deyirəm də belə olacaq. Özgür çəkmişdim o qədər. Neyse. Əsəbdən ağlayacağım.
Hepsini yormuş çünkü devam edir. Böyle şeyler. Bilirdim de belə olacaq. Neyse. Çox özür istəyirəm sizdən. Neyse. Şanssızlıqdır da. Daha doğrusu mənim səhvimdir. Allah Allah belasını versin. Bu kadar şey eləmişdim. Neyse sonraki bölümümüzde görüşərik. Videoya like atıp kanala abone olsa sevinirim. Sağ olun. Təzə hardcore versiyasından və birazdan gələcək, narahat olmayın.